Əl-Mürsalat, bir-birinin ardınca göndərilənlər surəsi Məkkədə nazil olmuşdur. 50 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Vəl-mursalati urfa. And olsun bir-birinin ardınca, yaradılış aləminin işlərinin idarəsi üçün göndərilən mələk dəstələrinə və and olsun həşr, dirilmə günündə öz yeni bədənlərinə doğru sıx bir tərzdə göndərilən möminlərin bərzəx ruhlarına. Fəl-asifati asfa. And olsun öz məqsədlərinə doğru şiddətli yel kimi gedənlərə. وَالنَّاشِرَاتِ نَشْرًا. And olsun xüsusi bir tərzlə yayan mələklərə, həyat ruhunu canlılara, ruzini dirilərə, vəhyi peyğəmbərlərə və əməl dəftərlərini məhşər əhlinə yetirən mələklərə. فَالْفَارِقَاتِ فَرْقًا. And olsun aydın və aşkar bir tərzlə haqqı batildən ayıranlara. فَالْمُلْقِيَاتِ ذِكْرًا. And olsun zikri, Qur'anı və öyüd nəsihəti insanların qəlbinə çatdıranlara ki, عُذْرًا أَوْ نُذْرًا. bütün bu çatdırılmış və yayılmış mərifətlər təksib edənlərin bəhanə gətirmələrinə yer qoymamaq üçün dəlil sübutların təqdim edilərək tamamlanması ya öyüd nəsihət qəbul edənlərin qorxudulması və xəbərdarlıq edilməsi üçündür. İnnəmə tu'adun ləvaqi'. Bütün bunlara and olsun ki, sizə vəd edilən qiyamət günü şübhəsiz baş verəcəkdir. فَإِذَا النُّجُومُ طُمِسَتْ. Ulduzlar məhv olacağı. وَإِذَا السَّمَاءُ فُرِجَتْ. Göy yarılacağı. وَإِذَا الْجِبَالُ نُسِفَتْ. Dağlar yerindən qopacağı. وَإِذَا الرُّسُلُ أُقِّتَتْ. Allah peyğəmbərlərinin ümmətin mühakimə olunması və onlara şahidlik etmələri üçün hazır ediləcəkləri vaxt müəyyən olduqda qiyamət baş verər. لِأَيِّ يَوْمٍ أُجِّلَتْ. Bu hadisələrin baş verməsi hansı bir gün üçün təxirə salınmışdır? لِيَوْمِ الْفَصْلِ. Mühakimə və yaxşıların pislərdən ayrılma günü üçün. وَمَا أَدْرَاكَ مَا يَوْمُ الْفَصْلِ. Sən nə bilirsən, ayrılma günü nədir? Nə qədər əhəmiyyətlidir? وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ. O gün vay halına təksib edənlərin. أَلَمْ نُهْلِكِ الْأَوَّلِينَ. Məyər biz əvvəlki tüğyankar və kafirləri məhv etmədikmi? ثُمَّ نُتْبِعُهُمُ الْآخِرِينَ. Sonra axırda gələnləri də onların ardınca məhvə və əzaba daxil edərik. كَذَلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ. Biz günahkarlarla belə rəftar edirik. وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ. O gün vay halına təksib edənlərin. أَلَمْ نَخْلُقكُّم مِّن مَّاءٍ مَّهِينٍ. Məyər sizi, Adəm övladını zəif və dəyərsiz sudan, nütvədən yaratmadığmı? فَجَعَلْنَاهُ فِي قَرَارٍ مَّكِينٍ. Biz onu möhkəm bir yerdə, ana bətnində qoyduq. إِلَى قَدَرٍ مَّعْلُومٍ. Müəyyən bir müddətədək. فَقَدَرْنَا فَنِعْمَ الْقَادِرُونَ. Beləliklə,
biz insanı həmin sudan düzəltməyə qadir olduq. Nə gözəl qadir olanlarıq. Biz onu cism, üzvlər, ruh, xüsusiyyətlər və ehtiyac baxımından ölçdük. Nə gözəl ölçənlərik biz. وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ O gün vay halına təksib edənlərin. أَلَمْ نَجْعَلِ الْأَرْضَ كِفَاتًا Məyər yeri fəzada sürətlə hərəkət edən və müxtəlif sakinlər üçün geniş və məskunlaşdırıcı etmədikmi? أَحْيَاءً وَأَمْوَاتًا Dirilər və ölülər üçün. وَجَعَلْنَا فِيهَا رَوَاسِيَ شَامِخَاتٍ وَأَسْقَيْنَاكُم مَّاءً فُرَاتًا Onun üzərində möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik. وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ O gün vay halına təksib edənlərin. انطلقوا إلى ما كنتم به تكذبون Məhşər haqq hesabı qutardıqdan sonra onlara deyiləcəkdir. Təksib etdiyinizə tərəf gedin. انطلقوا إلى ظل ذي ثلاث شعب Gedin üç qolu olan kölgəyə tərəf. Bu qatı tüstüdən ibarət olan kölgə, dünyada heyvaniyyətin, yırtıcılığın və şeytançılığın nəfs üzərindəki qələbəsinin eyni ilə təcəssümüdür. لا ظليل ولا يغني من اللهب O nə kölgə salar və nə də odun şöləsindən qoruyar. إنها ترمي بشرر كالقصر Həqiqətən elə qığılcımlar saçar ki, böyüklükdə sanki hər biri uca bir binadır, yaxud böyük xurma ağacının gövdəsidir. كأنه جمالة صفر O qığılcımlar sanki sarı rəngli dəvələrdir. ويل يومئذ للمكذبين O gün vay halına təksib edənlərin. هذا يوم لا ينطقون Bu elə bir gündür ki, onlar məhşərin bəzi duracaqlarında danışmazlar, dinməzlər. ولا يؤذن لهم فيعتذرون Və onlara söz deməyə izin verilməz. Beləliklə də üzr istəyə bilməzlər. Çünki heç bir üzürləri yoxdur. ويل يومئذ للمكذبين O gün vay halına təksib edənlərin. هذا يوم الفصل جمعناكم والأولين Bu sizi də, sizdən əvvəlkiləri də hamılıqla bir yerə topladığımız mühakimə və yaxşıları pislərdən ayırma günüdür. فإن كان لكم كيد فكيدون Əgər bu gün əzabdan nicat tapmaq üçün bir çarəniz və hiyləniz varsa, mənə qarşı işlədin. ويل يومئذ للمكذبين O gün vay halına təksib edənlərin. إن المتقين في ظلال وعيون Həqiqətən, təqvalılar kölgəliklərdə və çeşmələr başında. وفواكه مما يشتهون Meyilləri çəkən hər növ meyvələr içində olarlar. كلوا واشربوا هنيئا
بما كنتم تعملون. Etdiyiniz yaxşı əməllərin müqabilində mükafat olaraq yeyin və için, sizə nuş olsun. İnna kəzəlikə nəcizil muhsinin. Həqiqətən biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Veylun yevməizin lilmükəzzibin. O gün vay halına təksib edənlərin, Kulu və təməttə'u qalilən innəkum mücrimun. siz isə ey kafirlər, dünyada yeyin və qısa müddət ərzində azacıq bəhrələnin. Həqiqətən siz günahkarsız və öz cəzanıza çatacaqsınız. Veylun yevməizin lilmükəzzibin. O gün vay halına təksib edənlərin, وَإِذَا قِيلَ لَهُمُ ارْكَعُوا لَا يَرْكَعُونَ. onlara Allahın müqabilində rükû edin, müti olun deyildiyi zaman rükû etməz və müti olmazlar. وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ. O gün vay halına təksib edənlərin, فَبِأَيِّ حَدِيثٍ بَعْدَهُ يُؤْمِنُونَ. əgər onlar bu kitaba da iman gətirmirlərsə, bəs bundan sonra hansı bir sözə, kəlama iman gətirəcəklər?